Qaşı etməyin heç vaxt, əgər bu 3 faktoru bilmirsinizsə. 1. Sterilizasiya. B kateqoriyalı əməliyyat üçün nəzərdə tutulan sterilizasiya. Sterilizasiya olmuş alətlərin rəngi bu tərəfə keçir. Onlar isə sizə deyəcəklər ki, buna ehtiyac yoxdur. Bizim alətlər adnarazıvıdır. Yəni bir dəfə istifadə olunan alətlərdir. Xeyr, yalnız iynələr adnarazıvı ola bilir. Biz də iynələri adnarazıvıdan başqa alətləri də sterilizasiyadan keçiririk. İkinci, fibros boyaları. Fibros boyaları Alman boyalardır. Gördüyünüz kimi Alman boyaları olduğuna görə onlar isə sizə deyəcəklər ki, başqa boyalar fibrosdan daha yaxşıdır. Alman boyasından yaxşı boya dünyada yox. Üçüncü, ustanın özü düşməlidir və sonra əl işi düşməlidir. Onlar isə yalnız öz işini paylaşırlar. Ona görə ki, xarici səhifədən götürüb üstünə Azərbaycanlılar səs yazıb sizi aldada bilərlər. Əgər bu 3 prinsipi bilirsənsə, onda sənin qaşın mütləq gözəl olacaq. Bunu öz rəfiqələrinlə WhatsApp vasitəsilə paylaş ki, onlar da bilsinlər. Fibrostudiyalarda hər birində dediyim qaydalar tam şəkildə riayət olunur. Mən Emil İlhamoğlu məsuliyyət daşıyıram və cavabdeyəm buna.